Zeytun bağları yağı, təbiətimizin sovqatı. Salam, hər vaxtınız xeyir dəyərli dostlar. Bu dəfə də çox maraqlı bir video çəkməyi düşündüm. Deməli, baxıram ki, ümumiyyətlə orqanizmasında şiş olan insanlar lazer epilyasiyasına getmirlər və yaxud da bu və ya digər problemlərdən, istər hormonal, istər başqa bir problemlərdən onlarda tük problemi var, tüklənmə problemi var. Hətta doğrusunu deyim ki, bəzi insanlar deyirlər ki, lazer prosedurundan sonra tüklər azalmayıb, yaxud hər hansı bir problem yaşayıb filan, yanıqlar yaşayırlar həssas dəridə. Bax, onlardan əziyyət çəkməmək üçün, sizə təbii tükləri aradan qaldırmaq üçün, tükləri kökündən nazikləşdirib aradan qaldırmaq üçün çox qəşəng 2 resept deyəcəm sizə. Amma bugün bir resept deyəcəm. Bundan sonraki resept həm də dərinizi, bədəninizin dərisini peeling edən bir resept deyəcəm. Bax, o da çox maraqlıdır. Ona da baxarsınız. Hər hansı resept sizin xoşunuza gəlsə, o reseptdən də istifadə edə bilərsiniz. Deməli, bizə nə lazımdır? Ümumiyyətlə, heç bir sugaringə, tərkibini bilmədiyiniz, yaxud da heç bir başqa bir kimyəvi məhsullara ehtiyac yoxdur. Bunun üçün nə lazımdır? Bunun üçün bir qab götürürsünüz, 1 ədəd limon, 3% pereks, adi diş pastası və bir də bildiyimiz bizim tanıdığımız qida sodası. Deməli dostlar, nə edirik? Öncə bir xörək qaşığı qida sodası götürürük. Bildiyimiz qida sodası. Soda mükəmməl bir tərkibdir. Həm üz dərisinin peelingində, həm bədən dərisinin peelingində, ümumiyyətlə digər reseptdə də görəcəksiniz. İstifadə etdikcə lap çox sevəcəksiniz. Bir dolu qaşıq soda götürürəm, tökürəm. İstifadə etdikcə lap çox sevəcəksiniz. Bir dolu qaşıq soda götürürəm, tökürəm və bura 2 dolu qaşıq limon sıxıram. Görürsünüz, limon həm də sodanın tərkibini öldürür, yəni parçalayır. 2 xörək qaşığı soda, limon suyu qatıram. Yəni sizin əgər evdə limon yoxdursa, limon kalonu istifadə edə bilərsiniz. Mağazada satılır. Mən o şeylərdən heç vaxt istifadə etmirəm deyə mənim evimdə olmur. Yaxud da spirtdən istifadə edə bilərsiniz. Daha sonra, yəni limon tapmayanlar, bildiyimiz pasta, diş pastası. Baxın, bir xörək qaşığı götürdüm. Və 3% pereks. 2 xörək qaşığı. 1, 2. Bunu yaxşı-yaxşı qarışdırıram. Tamam, tərkibi mayi halına düşənə kimi qarışdırıram. Burada pastada yaxşı qarışılmalıdır mütləq.
Yəni bildiniz nə gedir. 1 xörək qaşığı soda, 2 xörək qaşığı limon suyu, 1 xörək qaşığı bildiyiniz, hər hansı istifadə etdiyiniz diş pastası, 2 xörək qaşığı da 3% Pelix götürürsünüz. Bu qədər bəsit. Bir tərkibi var. Bunu yaxşı qarışdırdıqdan sonra dostlar, bunu nə edəcəksiniz? Bəzən insanlar hər hansı bir proseduradan istifadə etdikdən sonra ona allergiya verir, qaşınma verir, yaxud o epilyasiya aparatlarından istifadə etdikdə tüklərin narahat çıxmağından əziyyət çəkirlər. Bax, bu prosedur çox gözəl prosedurdur. Həm tükləri kökündən nazildəcək soda, limon, Pelix o tükləri nazildəcək. Qara-qara tükləri artıq 4-cü, 5-ci prosedurdan sonra görəcəksiniz ki, tamamilə tükləri heç görünmür. Yəni heç onları təmizləməyə ehtiyac qalmır. İstər qolunuzda, istər üz nahiyənizdə, bığ nahiyəniz, çənə, ayaqlarda, yəni hansı bölgədə bədəninizdə, hansı bölgədə istəsəniz istifadə eləyə bilərsiniz. Rahatlıqla istifadə eləyə bilərsiniz. Bax, bu qədər dostlar, çox yaxşı tərkibli reseptdir. Əslində bu ta qədimdən qalmış bir reseptdir. Əvvəllər bundan çox istifadə ediblər. Sadəcə sonralar lazer kimi, şugaring, hər hansı bir aparaturalar çıxandan sonra, texnika avadanlıqlar meydana gələndən sonra insanlarda bir həvəs yarandı. Və indi yenidən baxırsan ki, yenidən insanların orqanizması, kimdə qaşınma varsa, allergiya verirsə aparatlar, yaxud da şiş xəstəlikləri olanlar, lazerdən istifadə edə bilməyənlər, limfa damarı problemi olanlar, yəni bu kimi problemləri olanlar mütləq ki, onlar təbii vasitə axtarırlar. Təbii vasitələrdən ən yaxşısı, ən keyfiyyətlisi budur. Həm orqanizmdəki tüklərin kökünü nazildir, azaldır, yox edir, həm də qaralma baş vermir. Qol altında, yaxud ayaqda, yaxud boğaz altı nahiyədə, hər hansı yerdə istifadə etsəniz, görəcəksiniz ki, həm də ağardıcı rolunu oynayır. Çünki C vitamini var bunun tərkibində. Və yaxud da ki, hormonal problemlərdən bəzi qadınlarda kişi kimi tüklər çıxır. Onları da, məsələn, köklərini soda öldürəcək, azaldacaq, nazildəcək. Soda, limon, həmçinin də 3% Pelix onun tamamilə kökünün, rəngini dəyişməsinə kömək edəcək. Bax, bu qədər dostlar. Əgər hazırladığım video sizin də köməyinizə çatdısa, nə yaxşı, nə xoş. Siz də videonu bəyənin, paylaşın. Əgər bu cür reseptlər bilirsinizsə, siz də bizimlə paylaşa bilərsiniz. Bundan sonraki videomda çalışacağım sizə həm dərinizin tüklərini, kökünə təsir edəcək bir resept deyim, həm də dərini peeling edəcək bir resept deyim. Sağ olun.